Nəzərinizə çatdırım ki, bu günlərim Ağdam rayonu Mahrızlı kənd sakini, şəhidimiz, qəhrəman şəhidimiz, Azərbaycan bayrağı ordenli şəhidimiz Elmdar Vəliyevin anım günüdür. Nəzərinizə çatdırım ki, Elmdar Vəliyev 20 noyabr 1967-ci ildə Ağdam rayonu Mahrızlı kəndində anadan olub və anadan olduğu illərdən 1990-92-ci illərə qədər kənd sakinləri arasında hər zaman vətənpərvər bir övlad olaraq tanınmışdır. Və erməni qəsbkarları torpaq iddiasına başlayarkən o 90-91-ci illərdən Ağdam cəbhəsində könüllülər sırasında döyüşlərə atılmışdır. Və nəzərinizə çatdırım ki, 20 iyun 1992-ci ildə Xocalı rayonunun Ağbulaq, Pircamal, Naxçıvan istiqamətlərində gedən qızğın döyüşlər zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmışdır. Və bu günlərin burada şəhidimizi yad eləmək üçün şəhidimizin qardaşı Ehtiram, qardaşı oğlu Adil və qardaşı nəvəsi körpə balamız, məktəbli balamız burada iştirak edir. Və bizim yanımızda kəndimizin şəhid Məmmədov Səyyafın qardaşı Çingiz də iştirak edir. Mən istərdim ki, şəhidimiz haqqında danışmaq üçün sözü şəhidimizin qardaşı Ehtiram qardaşa verək. Mən bu günlərim qardaş deyəndə onun üçün danışmaq ağırdır. Amma bütün kənd əhlinə məlumdur ki, Elmdar öz cəsarəti ilə, qüdrəti ilə, şöhrəti ilə bu cəbhə boyunca insanların gedə bilmədiyi yolları gedib, nə qədərinə insanları həyata qaytarmaq üçün yaralıları vaxtında hərbi hospitala çatdırmışdır. Və 26-cı ay 1992-ci ildə Arancamin Pircamal Naxçıvanik ətrafında gedən döyüşlərdə Naxçıvanikdə qəhrəmancasına Gültəkin Əsgərovanı xilas edərək şəhid olmuşdur. Şəhidlikdən sonra ona Azərbaycan bayrağı ordeni ilə təltif olunmuşdur. Beləliklə, sağ olun, Allah bütün şəhidlərimizə hamısına rəhmət eləsin. Qalanlara can sağlığı. Evet, çox sağ olun, Ehtiram. Allah canını sağ eləsin. Şəhid qardaşı olaraq siz gözəl məlumat verdiniz şəhidimiz haqqında. Bəli, şəhidimiz Azərbaycanın milli qəhrəmanı Gültəkin Əsgərovanı, həkim Gültəkin Əsgərovanı döyüş bölgəsindən yaralı halda çıxardarkən ən yaxınına düşən minamyot qəlpəsi ilə özü də şəhidlik zirvəsinə ucalmışdır. Və hər ikisinə dövlətimiz yüksək ad vermişdir. Azərbaycanın milli qəhrəmanı adına Gültəkin Əsgərova, Azərbaycan bayrağı ordeninə isə Elmdar Vəliyev təltif olunmuşdur. İndi isə mən sözü şəhidimizin qardaşı oğlu Adil qardaşa verdim. Çox sağ olun sahib, çox sağ olun, Allah köməyin olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bunu da bilərəm, başqa nə deyim. Çox sağ olun. Sağ ol Adil, Allah canını sağ eləsin. Sənin də oğlun məktəbli olaraq vətənpərvər bir övladdır. Bu günlərin belə övladların, belə gənclərin gəlib şəhidlərimizi yad eləməyində, belə tədbirlərdə olmağı onların həyatında mühüm rol oynayır. Allah canını sağ eləsin. Şəhidimizin adı sanına layiq bir övlad olsun. Və bu günlərin bizim yanımızda şəhidimiz Məmmədov Səyyafın qardaşı Çingiz var. Mən istəyərdim sözü Çingizə verəm. Bəli, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Elmdar qardaşımdır içində. Şəhidlər şeiri var. Vəliyyəttin Adil Ağdamlı yazıb onu səsləndirəcəm. Yurdunun yolunda keçdilər candan. Bu yurdun qeyrətini çəkən şəhidlər. Üç vəkil bayrağı etdilər kəfən. Fəxrlə əyninə geyən şəhidlər. Hər gün şəhidlərin anım günüdür. Şəhidlər ölməzdir, bunu bilsinlər. Bu yurdun heç zaman solmaz gülüdür. Elmə xoş günü verən şəhidlər. Ay adil şəhidlər ölməyib sağdır. Xalqının yanında üzləri ağdır. Şəhidlər əbədi yaşayacaqdır. Vətəni canından əziz bildilər. Bizə xoş günləri verən şəhidlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allahdan qazilərimizə can sağlığı. Allah ordumuzu və prinsiyetimizi qorusun. Çox sağ olun sahib müəllim. Sağ olasınız. Allah canını sağ eləsin. Bizim kəndimizin şair övladı Vəliyyəddin Adil Ağdamlıya da öz dərin minnətlərimizi bildiririk ki,
hər zaman şəhidlərimiz haqqında, qəhrəmanlar haqqında gözəl şeirlər yazır və bu gün də bir şəhidimizin, kəndimizin igid oğlu Elmdar Vəliyevi andı. Allah rəhmət eləsin, məkanı cənnət olsun, qardaşı ehtirama, baş sağlığı veririk. Başınız sağ olsun. Vətən sağ olsun. Sağ olun. Allah razı olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah Rahim Məmmədovun yerini nurla doldursun. O qəhrəmanın da qardaşı sizsiniz. Fərqi yoxdur. Qəhrəman qəhrəmandır. O da Şalacic çayın daşması nəticəsində özünü selə vurub 26 nəfəri xilas 28 ailəni xilas eləmişdir. O da belə öz qəhrəmancasına belə göstərib orada şəhid olmuşdur. Şəhidin fərqi yoxdur. Bəli, bəli. Oyunki gün, bugünkü gün şəhiddir. Fərqi yoxdur şəhidin. Evet, çok sağ ol. Bizim bir devizimiz var. Qəhrəmanlar unudulmur. Qəhrəmanları unutmaq olmaz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bəli, Məkanları cənnət olsun. Onların ruhları qarşısında baş əyirik. Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində qəhrəman Elmdar Vəliyevin eksponatları da yer alır. Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi 1987-ci ildən fəaliyyət göstərir. Qəhrəman şəhidlərimizin eksponatları muzeydə sərgilənir. Allah bütün qəhrəmanlara rəhmət eləsin. Elmdar Vəliyevin Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində rəssam tərəfindən çəkilmiş rəhli boya ilə böyük şəkli və qəhrəmana aid olan eksponatlar, kəməri, idarə etdiyi hərbi maşının ötürücülər qurğusunun bəzəyi və gördüyünüz bu qəlpə qəhrəmanın şəhadətə yüksələndən sonra yaxınlığına düşən minamyot mərmisinin qəlpəsidir ki, onun canından çıxmışdır. Allah qəhrəman şəhidimizə rəhmət eləsin və nəzərinizə çatdırım ki, şəhidimiz xatirəsinə ölümündən sonra Azərbaycan bayrağı ordeni adı verilmişdir və Ağdam rayon Mahrazlı kənd xəstəxanası qəhrəman şəhidimizin adını daşıyır.